Bismillah. Qışın son günləri bu bürclər üçün şans qapıları açıldı. Qışın son günləri bəzi bürclər üçün həqiqətən şanslı dönüş nöqtəsi kimi görünür. Enerjilər dəyişir və bu bürclərin qarşısında yeni imkan qapıları açılır. Boğa, maddi şans artır, gözlənilməz pul xəbəri ala bilər, uzun müddət gözlədiyi iş nəticə verə bilər, əlini atdığı işdə bərəkət var. Xüsusilə fevralın sonuna doğru sevindirici xəbər mümkündür. Şir, uğur və diqqət mərkəzi, nüfuz və hörmət artır, yeni tanışlıqlar taleyüklü ola bilər, yarımçıq qalan işləri tamamlanır. Şir bürcü üçün parlama dövrü başlayır. Ox atan, yeni başlanğıclar vaxtı, səyahət və yer dəyişikliyi şansı, risk etdiyi işdən qazanc, motivasiya və enerji yüksəlir, qərar verən ox atan uduzmayacaq. Balıq, sevgi və daxili rahatlıq, münasibətlərdə istilik artır, barışıq və yeni sevgi mümkündür, intuisiyası güclənir, balıqlar üçün ürək qapıları açılır.